Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz svetoforun sarı rəngli işığı haqqında olacaq. Daha dəqiq desək, sarı işığın yanması və yanıb sönməsi arasında olan fərqi sizlərə izah edəcəm. Hər kəsə məlumdur ki, svetoforun qırmızı işığı hərəkəti qadağan edir. Svetoforun yanan və yanıb sönən yaşıl işığı isə əksinə hərəkətə icazə verir. Bəs yaxşı, svetoforun sarı rəngli işığı nə üçündür? Bu sualın cavabı yol hərəkəti haqqında qanunun 59-cu maddəsinin 3-cü hissəsində göstərilib. Bu hissənin 3-cü bəndində sarı işığın yanmasından bəhs edilir. Qeyd olunur ki, sarı rəngli işığın yanması hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Yəni, bu deməkdir ki, sarı işığın yandığını görən sürücü anlamalıdır ki, bu siqnal qadağan edici siqnaldır və hərəkəti dayandırmalıdır. Bu hissənin 4-cü bəndində isə sarı rəngli işığın yanıb sönməsindən bəhs edilir. Burada deyilir ki, sarı rəngli işığın yanıb sönməsi hərəkətə icazə verir və nizamlanmayan yol ayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir. Yəni, bu o deməkdir ki, sarı işığın yanıb söndüyünü görən sürücü anlamalıdır ki, bu siqnal qadağan edici siqnal deyil və hərəkəti davam etmək olar. Sadəcə, yol ayrıcı nizamlanmayan olduğu üçün hərəkət növbəliyi üstünlük nişanları ilə, nişan olmadığı halda isə sağ qol prinsipi ilə tənzimlənməlidir. Yəni, sağda olan üstünlüyə malikdir. Beləliklə, əziz dostlar, bugün siz svetoforun sarı rəngli işığının iki rejimdə çalışması barədə və bu rejimlər arasında olan fərqi öyrənmiş oldunuz. Yenə xatırladaq ki, yanan sarı işıq hərəkəti qadağan edirsə, yanıb sönən sarı işıq əksinə hərəkətə icazə verir. Sual verə bilərsiniz ki, svetoforun sarı işığı yol ayrıcına çatdıqda yanarsa, biz avtomobili kəskin tormozlama edib saxlamalıyıq, yoxsa hərəkətə davam edə bilərik? Bu sualın ətraflı cavabı və praktiki izahını növbəti videomuzda görə bilərsiniz. Yollarda ehtiyatlı olun, yol hərəkəti qaydalarına riayət edin və bizi izləməkdə qalın. Növbəti videolarda görüşmək ümidi ilə. Sağ olun.